də bu səfərini, regional səfərini birinci növbədə bu Ermənistan-Azərbaycan arasında sülh prosesinin məntiqi sonluğuna çatmaq üçün prosesə dəstəkdir. Bu baxımdandır. Bu gəliş, bu səfər Birləşmiş Ştatlar üçün həyati əhəmiyyət kəsb edən TRIP layihəsinin reallaşdırılması və praktiki müstəviyə keçməsi ilə bağlı məsələlər. Həyati əhəmiyyət daşıyır. Həyati əhəmiyyət daşıyır, bəli. Çünki həyati əhəmiyyət mən niyə görə söyləyirəm? O layihənin başına bir iş gəlsə, Birləşmiş Ştatların güc tətbiqinə kimi məsələləri gündəmə gələ bilər. Biz onun tarixindən bunları yaxşı bilirik. Və həm də yeri gəlmişkən biz bu səfərə o prizmadan da yanaşaq ki, 7 iyun seçkilərində, Ermənistanda keçirilən parlament seçkilərində Birləşmiş Ştatlar Paşinyanı yenidən baş nazir görmək istəyir və onun partiyasının qalib gəlməsini istəyir. Yəni, xeyr-dua bir anlamında da qəbul etmək olar. Və nəhayət, sonda onu da söyleyeyim ki, Cənab Vensin çıxışında çox maraqlı bir epizod da oldu. O özlərindən əvvəlki hakimiyyət, yəni Biden administrasiyasının təxminən bir səfeh bir hakimiyyət kimi, çox, necə deyərlər... Düzünü dedi. Bəli, bir hakimiyyət kimi xarakterize elədi ki, onların anti-Azərbaycan siyasəti yanlış idi və yeni hakimiyyət bundan nəticə çıxarıb Azərbaycanın yerini, rolunu, əhəmiyyətini daha düzgün qiymətləndirdi və nəhayət, və çox maraqlı bir ifadə də işlətdi ki, dedi, Azərbaycan prezidenti Cənab İlham Əliyev və Birləşmiş Ştatlar prezidenti Cənab Vance türklərə və İsraillərə çox yaxşı münasibətlə bəsləyirlər. Trump və Cənab İlham Əliyev türklərə və deməli İsraillərə çox yaxşı münasibət bəsləyir. Yəni hesab edirəm bu sözün də böyük mənası var ki, bəli biz Türkiyənin strateji tərəfdaş, müttəfiqik, biz İsraillə münasibətlərimiz de facto strateji tərəfdaşlıq səviyyəsindədir.